hardan salamlayırıq? Mingəçevirdən. Mingəçevir şəhəri Azərbaycanın 4-cü böyük şəhərlərindəndir. Boz dağın ətəyində, Kür çayının sahilindədir. Gəlmişik Mingəçevirə ki, bol-bol enerji toplayaq. Gedək Amil. Gedək, sən arvad çox danışsa, gedək. Mingəçevirə gəlmisinizsə, rahat Kürün qırağında istirahət eləyib qalmaq istəyirsinizsə, Yalnız bir söz deyə bilərəm, Riverside. Dostlar, gecəni qaldıq Riverside oteldə. İndi də neyinirik? İndi də gözəl səhər yeməyi yeyirik. Amma deyim ki, Amil, o qədər rahat yatmışdın. Təmiz havada, ləzzət elədi də. Sənin əgər deyinməmisənsə, demək mən də rahat yatmışam. Hə. Gəlin, nuş edək. Sabahınız xeyir. Amil, özümü lap Maldiviya adalarında hiss eləyirəm. Riverside'ın belə gözəl olmağını bilməzdim. Kürün qırağında, bəh, səhər yeməyi ləzzət eləyirdi adama. Mən diviz adı, malız adı bilmirəm, amma bu səhər yeməyində mən möhtəşəm bir cem gördüm. Soyumu için deyəcəm sənə. Bu cemi mən heç yerdə yeməmişəm, sağ da məsləhət görürəm. Buranın yeməkləri hamısı da özdə orqanikdir. Baxın, süzmədən tutmuş, nehrə yağına kimi görürsünüz kənd yumurtası. Bəh, bunun dadına mütləq baxacağım. Hətta kükiyə ya pomidor yumurtaya kimi eləyiblər, sağ olsunlar. Bəh. Bunu necə yeməyəsən də, bax, necə yeməyəsən. Əziz tamaşaçılar, bu yeməklər o qədər dadlıdır ki, mən elə birbaşa tavadan yeyirəm. Yəni özdə Kür qırağında, bəh, sıra dağların ətəyində. Macun deyə macun. Həqiqətən Rivermaniyaya gəlməyə dəyər.
Mingəçevirə Aqramolun möhtəşəm açılışına getdik baxmağa. açılışınız mübarək olsun. Mübarək olsun. Amil, vaxt nəsərdir mənə yaraşır. Yaxşıdır, qəşəngdir. Bəyəndin? Hə, yaxşıdır. Sən deyirsənsə götürürəm. Gəlmişik Mingəçevirdə yerləşən Şirin Şəkər Kəndi Şop mağazasına. Bu mağazada tort və tort ləvazimatlarının topdan və pərakəndə satışı sərfəli qiymətə həyata keçirilir. Gedək mağaza ilə tanış olmağa. Gedək. Demək, mən hər Mingəçevirə gələndə gərək buranın qaymaqlarından alıb aparım. Çünki keçən dəfə tort bişirtdirdim. Yəni özüm də resepti mən dedim ha sənə. Amma bir dənə gözəl dadlı tort çıxdı. Qaymaq da qaymaqdır da deyirəm sənə. Qaymaq var ki qatıqdır, qaymaq da var ki əsl qaymaqdır. Buranın qaymağından söz ola bilməz.
tort bişirtirdim deyəndə ki, tortu mən bişirmişəm də. Elə danışırsan ki, özdə bax bu qaymaqla bişirmişəm. Yadındadır bu qaymaqdan gözəl kremlə tortu bəzədim, düzəldim, bişirdim, yedin. Mən yaxşı yadıma düşmür. Yadıma düşmür də ləvazimatları mən almışam. Bu qaymaqla, hələ burada başqa qaymaqlar da var. Gəl baxaq. Zahirin ad günü gəlir qabaqdan. O dostumuz var, qəşəng onun özdə əl işi var, qəşəng yeməklər pişirir. Gəl bir 5 alaq aparaq onu, alaq. Digər şirniyyat mağazalarda buradan gəlib topdan sifariş edə bilər. Bax, Amir, Mingəçevirdə tapılmayan, torta aid olan bütün ləvazimatları Qəndişop mağazasında tapmaq olar. Uzağa getmək lazım deyil ha. Gəlin elə tortunuza lazım olanları buradan alın, yığın aparın. Həm topdan, həm də pərakəndə. Mən də getdim almağa. Gedirəm almağa. Bax, burada torta aid olan bütün qəlbləri burada tapmaq olar. Hər bax, fasonda var, görürsən? Uzağa getmək lazım deyil. Gəlin alın. Hamısı burada var. Mən ucu sifariş eləmişəm. Çatdırılacaq var. Ad gün partilər üçün burada istədiyiniz hər bir şey var. Özü də tortçular üçün xüsusi endirimlər, kampaniyalar var. Gəlin, sizi gözləyirik. Elə bu dəqiqə gəlin. Səhifədə nömrə də var. Bax, Amir, burada tortçunun zövqə uyğun bütün güllər var. Əgər evinizdə xeyir iş, gözəl gün qeyd edirsinizsə, gəlib bu güllərdən dekor yığdırıb apara bilərsiniz. Gör necə gözəl mağazadır. Ürəyin nə istəyirsə hər şey var, hər şey. Gözləməyə dəyməz. Elə indicə zəng elə. Hara gedək? Harda? Qəndişop mağazasında. Sorsaz ki, Qəndişop harda yerləşir? Mingəçevir şəhərində 41-45 dairəsindən 1 dəqiqəlik məsafə Nizami 6-da yerləşir məkan. Amir, bax, məni gətirmisən Mingəçevir şəhərinə. Dadlı bir sushi istəyirəm. Yanında da sonra çayla vafl olsun. Var elə bir yer. Yaxşı da Samirə, yenə də başladı dırdır eləməyə. Deyirəm ki, bu Cekçan da Bakıya gələndən sonra ürəyim yaman sushi istəyir. Nə deyirsən, yeyək? Darıxma gələcək. Qarson, oradan bir dənə yığ gəlsin sushilərdən. Bu nə sözlə, nə musiqi ilə ifadə olunan bir şey deyil. Biz dadaq, qoxusun, ətrini hiss eləyək, sizə də ekran vasitəsilə çalışacaq ki, ötürək. Bal deyib bal. Həqiqətən Waffle Story-yə gəlməyə dəyər. Bu dəfə də canımı yaxşı qutardım. Yeməklə başını yaxdım. Qoç sushi yesin, bəlkə az danışam. Bu Mingəçevirə gəldinsə, Waffle Story-də bu sushidən yemədinsə, elə bil ki, sən Mingəçevirə gəlməlisən. Çox dadlıdır yer. İndi isə sushidən sonra keçirik pizzanın dadına baxmağa. Yumuşaq
deyə özü naziyə eləyə bilər. Əsl pizza bax belə olar. Bu dostanışlar deyir ki, bax o zahir, gedək xaricə pizzaya. Pizzanı Mingəçevirdə yeməyin dadı başqadır. Gəlin Mingəçevirə də. Möhtəşəmdir, möhtəşəm. Durun gəlin. Hə, keçirik noodle'ın dadına baxmağa. Qoxusundan bilinir ki, çox dadlıdır. Amil, sən səhv elədin bunu yemədin ha. Sən bunun bir dadına bax, hər gün gəlib burada yeyəcəksən. Mən olsa hər gün bura gələm. Hara gedək? Harda? Mingəçevirdə, Waffle Story'də. Yeməkdən sonra biz həmişə nə edirik? Əlbəttə ki, pürrəngi çay içirik. Çay Azərbaycan xalqının milli mədəniyyətindən biridir. Çünki bu bizim milli içkimizdir. Yanında waffle olanda 2 qat ləzzətli olur. Özdə ki, Waffle Story'nin waffle'ları möhtəşəm olur, çox dadlı olur. Ən sevdiyim çiyələkli bananım. Bu waffle deyirəm, qəşəngdir. Mingəçevirdə yeni evimizi təmir etmək üçün gəlmişik yeni evimiz inşaata. Bax, inşaat mağazası var ki, gedirsən onu oradan, bunu buradan alırsan, ehtiyac yoxdur. Gəlirsən yeni evim inşaata, hamısını alıb, yığıb aparırsan, evi təmir edib yaşayırsan. Biz də getdik, evimiz üçün lazım olan bütün hər şeyi almağa. Hər şey ya, bax, hər şey ya, bax, söz verirsən.
nişanə yerdir ki, rəngi özünüz seçirsiniz. Kodunu müəyyənləşdirəndən sonra istədiyiniz rəngi hazırlayıb sizə təhvil verirlər. Hər bir şeyi də bu mağazadan alırsınız, uzağa getmirsiniz. Amil, burada bilirsən nə xoşuma gəlir? Hə, Samir. Bax, yataq otağı, qonaq otağı, mətbəx, uşaq otağı. Bütün son model aborlar hamısı bax buradadır. Özdə çeşidlər yeni, hər biri modern üslubda hazırlanıbdır. Ürəyiniz istəyəni seçirsiniz, sifariş edirsiniz, çatdırırlar sizə. Amma seçmək çox çətindir. O qədər rəngbərəngdir ki, hər şey gözəl. Seçmək çətindir, cala. Katalog var. Gəl seçək. Qapı seçirsiniz, amma deyirsiniz ki, gedək Avropadan qapı sifariş edək. Seçmək lazım deyil və ora da getmək lazım deyil. Çünki Mingəçevirdə yeni ev inşaatda hər bir istədiyiniz qapılar var. Seçim sizdən. Sizdən. Avropaya keçmək olur, yəni Avropaya getmək lazımdır. Açdın, keçdin Avropaya. Boya axtarırsınız? Tavanınız, döşəməniz, divarınız, ən ürəyiniz istəyən çeşiddə boyaları gəlib aparınız. Gəlin ha. Gəl. Bax, üzü qışa tərəf gedirik. Bizə istil sistemi lazımdır. O qədər şey almağa pulumuz var da, nə isə yığdıq, aldıq, aparırıq da. Xəbərin yoxdur? Burada bir dənə kredit verirlər ki, al, süpür, apar, get. Xəbərin var? Onda gedək də, gedək sənin adına sənədləşdirib, pensiya alanda verəsən. Gəl seçək, gəl seçək. Seçək. Hara gedək? Harda? Yeni evim inşaatda. Rəfiqələrimə yığdım ki, dedim ki, Mingəçevirdə harda şam yeməyi yemək olar. Dedilər ki, Palma restoranında. Palma restoranında bir kabablar verirlər, bir yeməklər verirlər ki, gəl görəsən də gedirik yemək yeməyi, axşam yeməyi. Gəl, gəl. Palma restoranı bu günləri bizə özəl sac yeməyi hazırlayıbdır. İndi gəlin onun dadına baxaq. Baxaq. Adı kimi özü də dadlıdır. Aşıq oldum bu çiçəyə. Çox dadlı da Ahmet. Bir dənə ye Bir bax. də budun sənə saxlamışdıq da, yılmış elə. Yox sağ ol. Bir də sən ye bax. Mən çox yerdə saz yemişdim, amma Palmada bunun başqa dadı var.
gün gəlmişik Mingəçevirdə Ən öndə gedən idman klublarından biri olan Qədroğlu İdman Klubuna. Azərbaycan Respublikamız idmanda çox böyük uğurlar qazanmışdır. Rayonların da burada çox böyük rolu var, Mingəçevirin də həmçinin. Övladlarınızı güclü və özünə inamlı hiss etdirmək istəyirsinizsə, mütləq Mingəçevirdə yerləşən Qədroğlu İdman Klubuna gətirin. Mingəçevirdə uğur qazanmış cudosistlərdənsiniz. Zəhmət olmasa özünüz haqqında bir məlumat verərdiniz. Mən Vəliyeva Nəzakət, Qədroğlu İdman Klubunun tələbəsiyəm. Mən bu klubda nəticələrim 2 qat Azərbaycan çempionuyam. MDB yarışlarının gümüş mükafatçısıyam və yığma komandadayam. Mən xanımları bu idmanla məşğul olmağa dəvət edirəm. Gimnastikanın faydaları haqqında məlumat verərdiniz. İlk öncə xoş gəlmisiniz. Bizim məşqlərimiz Qədroğlu İdman Klubunda fəaliyyət göstərir. Məşqlərimizin xeyirləri skalyoza, kifoza, lordoza, ayaq əyrilikləri, pəncə əyrilikləri hamısına xeyri var. Mənimə bir də çox maraqlıdır. Neçə yaşdan uşaqları gimnastikaya qəbul edirsiniz? 3 yaşdan qəbulumuz aktivdir, 18 yaşa qədər. Hal-hazırda bizim 3 yaşında uşaqlarımız da var. Təşəkkür eyli, uğurlarınız bol olsun. Hara gedək? Harda? Qədroğlu İdman Klubunda. Hörmətli tamaşaçılar, gəlmişik Mingəçevirin ən sayılıb seçilən restoranlarından biri olan Qədroğlu Sahil restoranına. Bilirsiniz ki, Mingəçevir balıqlar məskanıdır. Ona görə də dadlı balıq yemək istəyirsinizsə, gəlirsiniz Qədroğlu Sahil restoranına. Gedək Amil. Gedək, biz də gedib balığın dadına baxırıq. Hadi gedək də.
indi dadı necədir ya, Amil? Həqiqətən ləzzətli balıqdır. Bəh. Balığa baxıb iştaha gəldim ha. Deyirəm Mingəçevirdə balıq bir başqadır. Amma bu kürün balığı var ha. Öz də Qədiroğlu'da bir başqa cür bişirirlər. İndi bu dəqiqə dadına baxacağam. Bəh. Buna bax, nar şarabla. Bir də nar şarabla. O qədər gözəldir. Vallah bunun tuzluyla. Amir, həqiqətində buna sevgi qatıblar elə bil ki, özü kür qırağında, kürün içində olan balıq tam başqa dad verir. Məsəl var, köylü balıq istəyənin ürəyi restoranda gərək, Qədiroğlu'nda. Aysad. Bugün Amillə özümüzə balıq günü elan eləmişik. Sazan balığımız da gəlibdir. Yeyək baxaq dadına. Əsl balıq belə olar. Mingəçevirə gəldirsən, bir, balıq yeməlisən, ikinci, karterə minib kürdə gəzməlisən. Bəh. İndi isə ispanaqlı can ətimiz gəlir və Amilin ən sevdiyi bişnəli can əti. Bəli. Bəh. Qoxusundan bilinir ki, çox dadlı bişiriblər. Burada yeməklər o qədər dadlıdır ki, belə getsə biz heç yerə gedən deyilik. Bilirsiniz ki, mən salatı çox sevirəm. Gələn kimi soruşdum ki, ən dadlı salatımız hansıdır? Mənə dedilər ki, Qafqaz salatı. İndi də bunun dadına baxacağam. Özü can əti ilə hazırlanıb, biberli. Bütün tərəvəzlər var da. Nə vitamin var buradadır. Amil. İndiyə qədər mən niyə bilməmişəm belə dadlı Qafqaz salatı var? Mən sənə elə belə yerə gətirərəm, nuş elə də. Barmaqlarımızı gözləyək. Yemək çox dadlıdır, hə? Amil, görürəm səsin çıxmır səhərdən. Amma sənin ən sevdiyin yeməyindən biri olan jarko gəlir. O barmaqlarımızı gözləyir sözü, zahiri sözü dolma bükəndə deyil. Mənim bu jarkoyla xatirələrim çox. Nə xatirə? O vaxtı, institut vaxtı, biz burada görüşə getmişdik. Jarko zakaz elədim, əlimə atdım, cibimə pul yoxdur. Sən demə, kinoya bilet almışam, pulum yoxdur cibimdə. O vaxtdan simici olmuşsan, nə? Bax, özün də dedin. Evə bazarlıq eləmək lazım oldu. Soruşduq ki, ən ucuz, ən endirimli harda bazarlıq eləmək olar? Dedilər Qədiroğlu marketdə. Demək 10 dənəsi Mingəçevirdədir, biri Bərdədədir, biri də Qəbələdə, biri də açılacaq tezliklə. İnşallah. Getdik. Gedəkdə də durub baxırsan, dur gedəkdə. Durub baxırsan, etsən. Evə bazarlıq var. Yoxsumdur dənə baxırsan. Amil, burada bir səndən xoşuma gəlir. Qədiroğlu marketdə hər şey çox ucuzdur ya. Öz həm endirimdədir, həm də birini alır, birini hədiyyə verirlər. Xəbərim var, burada gündəlik çeşidlər hər gün yeni gəlir. Hamısı da endirimlə satışa çıxarılır. İnsanlar sərfəli alverir, eləyir və gedir evlərinə. Bax, görürsən, birini alsan, biri hədiyyə. Bax, bu marketin bir qolu da var ki, həm dağıtımdır, həm də topdan satışdır. Çox sərvədir. Bax, şirkətin, firmanın özünündür. Yığ, düyülərdən yığ.
Mingəçevir bölümümüz sona yetdi. Adı kimi çılçırağban şəhər olan Mingəçevirlə də belə sağollaşırıq. Siz deyin, bundan sonra hara gedək? Məni gözlə.